Şimdi geldim qəbristanlığın yeni hissəsinə. Seyitlər qəbristanlığının bu yeni hissəsidir. Burada mənim nənəm Seyid Zəhra Seyid Həsənəli qızı və bibim Seyid Bəri Seyid Müseyib qızı dəfn olunub. Bir de balaca bizim aileden çok xırda rəhmətə gedən uşaqlar da burada dəfn olunublar. Allah Teala bu qəbristanlıqda uyuyan bütün əzizlərimizə, həm kəndçilərimizə, ellilərimizə rəhmət eləsin. Yerləri cənnət olsun. Nənəmin, bibimin ve bu mezarlıkta uyuyan bütün seyitler əhlinin, elimizin, obamızın sakinlərinin yerləri cənnət, ruhları şad olsun. Benim Pərimamım. Yerin cennet olsun, ruhun şad olsun. Seyid Bəri, Seyid Müseyib kızı. Seyid Zəhra, Seyid Həsənəli kızı. Erməni vəhşiləri qəbirlərimizə gördüğünüz kimi toy tutublar. Eşiblər görüşən kimi darmadağın ediblər. Allah onlara lənət eləsin. Allah Teala bizim xalqımıza bir daha belə belalar nəsib eləməsin inşallah. Bu günləri bizə yaşadan uca Allah'ımıza şükürlər olsun. Şəhidlərimizin ruhları şad, yerləri cənnət olsun. Amin.